Goranboy 2026 Gənclər Paytaxtı ümumi rayon tədbirləri çərçivəsində gənclərlə görüş keçirildi. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək daha şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər. Heydər Əliyev mərkəzində davam etdirilən tədbirdə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə Daşkəsən Regional Gənclər və İdman Dairəsinin rəisi Elşən Hüseynov, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev və rayonun fəal gəncləri iştirak etdilər. İcra başçısı və digər rəhbər şəxslər ətraflı çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə Prezident Cənab İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsini yaşadığını bildirdilər. Gənclərin ölkəmizdə sosial, iqtisadi, elmi, mədəni, təhsil və digər sahələrdə fəal iştirakının təmin olunması tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Tədbirdə iştirak edən rayonun gənc fəallarından Valih Əliyev, Ələsgər Təhməzov, Rəvan Ağayev, Cəmbilə Məmmədova, Elnura Yusifova, İsa Aliyev, Rəvan Hüseynov, Xəticə Hüseynova, Məhəmməd Məmmədov və Dərya Rızayeva çıxış edərək Goranboyun Gənclər Paytaxtı seçilməsindən, müasir standartlara cavab verən Olimpiya İdman kompleksində asudə vaxtlarını səmərəli keçirmək üçün yaradılan şəraitdən, rayonun sosial-ictimai həyatında gənclərə göstərilən etimaddan, görülən abadlıq quruculuq işlərindən məmnunluqlarını ifadə edərək, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları maraqlandıran suallar verdilər. Hər kəs salamlayıram. Mən Məmmədova Cəmilə, Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsiyəm. Həmçinin Yeni Azərbaycan Partiyasının gənc fəal üzvlərindən biriyəm. İlk öncə milli liderimiz Heydər Əliyevin sözü ilə başlamaq istəyirəm ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam və fəxr edirəm ki, mən qəhrəman Goranboyluyam. Və 2 fevral 2026-cı il tarixində paytaxtımızda keçirilən 11-ci forumda iştirak etmişəm və həmçinin 2 fevral 2026-cı il tarixində Goranboy Gənclər Paytaxtı seçildi. Buna görə də burada olan bütün gənclər və həmçinin Goranboyumuzu təbrik edirəm və İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıya da xüsusi diqqət yetirmək istəyirəm ki, ölkədə keçirilən könüllülük vəzifələri, məşğulluqlar, bunların hamısı gənclərin öz inkişafını qabağa ötürməsinə böyük töhfə verir və bizə bir neçə imkanlar yaradılır. Biz bu imkanlardan istifadə etməklə yetməməli, həmçinin o imkanlara layiq olmağa çalışmalıyıq. Və onu bilirəm ki, Azərbaycan gəncliyi də, Goranboy gəncləri də bundan sonra öz rayonumuzu və Azərbaycan gəncliyini yetərincə layiqincə təmsil edəcəyik. Yenidən hər birinizi təbrik edirəm, uğurlar arzu edirəm. Sağ olun. Tədbir gənclərin suallarının cavablandırılması istiqamətində davam etdirildi. Sonda xatirə şəkili çəkdirildi.